Salam, birinci izahımız olacaq 9-cu sinif Azərbaycan tarixindən 32-ci paragraf, yəni dövlət quruculuğu tədbirləri. Deməli, Azərbaycan Respublikasının müstəqilliyinin bərpa olunmasından sonra buradakı əsas şərtlərdən biri də demokratik, hüquqi dövlət quruculuğuna başlamaq idi. Deməli, Azərbaycan Respublikasının prezidentinin bilavasitə sədrliyi, yəni Heydər Əliyevin bilavasitə sədrliyi ilə yeni Konstitusiya Komissiyası yaradılır. Konstitusiya layihəsi təkmilləşdirildikdən sonra 1995-ci ildə 12 noyabrda qəbul olunur. İlk konstitusiyamız. Bu bizim ilk konstitusiyamız. 12 noyabrda həm də parlament seçkiləri keçirilir, yəni Milli Məclis yaradılır, qanunverici orqan olan. Və hüquqi dövlət quruculuğunda növbəti addım isə 1998-ci ildə ölüm cəzasının ləğv olunması idi. Şərqdə ilk ölüm cəzasını ləğv edən məhz Azərbaycan Respublikası olubdur. Sonra 98-ci ilin növbəti hadisəsi Konstitusiya Məhkəməsinin yaradılmasıdır və bir də yenə 98-ci ildə dövlət senzurasının da ləğv olunmasıdır. Deməli 98-ci ildə baxın elə bu mövzunun içərisində 3 dənə hadisə sayılır. Ölüm cəzasının ləğvi, dövlət senzurasının ləğvi, bir də Konstitusiya Məhkəməsinin yaradılması. Deməli, burada da müstəqil Azərbaycanda artıq quruculuq işləri, bu cür quruculuq işləri həyata keçirilməsi, yəni Heydər Əliyevin rəhbəri ilə. Onun elə 1998-ci ildə, bu da növbəti 98-ci il hadisəsi, 98-ci ildə ikinci dəfə, 1998-ci ilin oktyabrında ikinci dəfə prezident seçilməsinə əsas verir, səbəb olur. Və 1999-cu ilin dekabrında isə ilk dəfə bələdiyyə seçkiləri keçirilir. 2001-ci ilin sonlarında isə deməli Milli Məclis, baxın Milli Məclis, yəni hansı qurum? Milli Məclis insan hüquqları üzrə müvəkkil olan, yəni ombudsman haqqında Konstitusiya qanunu qəbul edilir 2001-ci ildə. Və 2002-ci ildə isə Azərbaycan Respublikasının Konstitusiyasına ilk dəfə əlavələr və düzəlişlər edilir. Növbəti dəfə, yəni ikinci dəfə 2009-da, 7 il sonra. Növbəti dəfə 2016-cı ildə, 7 il sonra Konstitusiya əlavə və düzəlişlər edilir. Sonra indi danışaq sosial-iqtisadi islahatlar. Deməli, Heydər Əliyev hakimiyyəti yəni qayıtdıqdan sonra burada artıq hansı ki mərkəzi hakimiyyəti gücləndirir, yəni hansı ki deyək dövlət quruculuğu tədbirləri, hüquqi dövlət quruculuğu yolunda müəyyən addımlar atdıqdan sonra, mərkəzi hakimiyyəti gücləndirdikdən sonra bu həm də iqtisadi sahəyə də əl atır. Deməli, burada böhranın qarşısını almaq üçün tədbirlər görməyə başlayır artıq. Manat ölkədə yeganə ödəniş vasitəsi olur. 92-ci ildə yaranmışdı, amma 94-cü ildə yeganə ödəniş vasitəsi olur. Və inflyasiya cilovlanır. İnflyasiya nədir? Pulun dəyərdən düşməsi. Sonra 1994-cü ildə açıq qapı siyasəti tətbiq olunur xarici iqtisadi əlaqələr üçün. 1994-cü ilin sentyabrında isə bilirik ki, neftin hasilatı haqqında əsrin müqaviləsi imzalanır və neft hasilatına isə 1997-ci ildən başlanır. Belə ki, 1997-ci ildə Bakı, Novorossiysk, 1999-cu il isə Bakı, Subsa kəmərləri istifadəyə verilir artıq. 1999-cu ildə Türkiyədə Bakı-Tbilisi-Ceyhan boru xəttinin çəkilməsi haqqında saziş imzalanır. Deməli, Azərbaycan neftinin artıq Türkiyədən keçərək Avropaya manəsiz nəql olunacaqdır. 2001-ci ildə isə Azərbaycanda hansı ki hasil olunan təbii qazın dünya bazarına çıxarılması üçün Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin çəkilməsi haqqında Türkiyə ilə həm də Gürcüstanla müqavilələr imzalanır. Sonra bu hansı ki Azərbaycan Dövlət Neft Fonduna yığılan vəsaitlər vardı. Onlar yəni Respublikanın digər sahələrinin inkişafına yatırılır. Məsələn, yeni məktəblər, tədris müəssisələri, xəstəxanalar tikilir dövlət hesabına. Və 1996-cı ildə isə torpaq haqqında qanun qəbul olunur. Bu qanuna görə də deyir ki, keçmiş safxoz və kolxozlara məxsus olan torpaqlar ödənişsiz olaraq kənddə yaşayan vətəndaşların xüsusi mülkiyyətinə verilir. Sonra deməli torpaq mülkiyyət formaları, yeni torpaq mülkiyyət formaları yaranır. Dövlətdir, bələdiyyədir, bir də xüsusi torpaqlardır. İzahımız bu qədər. Sağ olun.